Bu qapıdan içəri girən canilər qətl törətdiklərinə görə yox, doğulduqlarına peşman olurlar. Dünyanın ən təhlükəli 700 qatili, adam yeyəni və terrorçusu eyni damın altındadır. Amma buradakı rejim o qədər qorxuludur ki, canilər hər gün ölmək üçün yalvarırlar. Bura Qara Delfin həbsxanasıdır. Rusiyanın Qazaxıstanla sərhədində yerləşən bu həbsxanada ümumilikdə 3500-dən çox günahsız insanın qatili saxlanılır. Orta hesabla hər kameraya 5 məhbus düşür. Amma bura sadəcə dustaqxana deyil. Bura insan psixologiyasının son həddidir. Səhər saat 6-dan gecə 10-a qədər çarpayıya oturmaq, yaxud uzanmaq qəti qadağandır. Bəli, düz eşitdiniz. Cəlladlar düz 16 saat boyu ya ayaq üstə durmalı, ya da taburetka üzərində hərəkətsiz oturmalıdırlar. Bəs niyə bu həbsxananın adı Qara Delfindir? Girişindəki heykələ görə, yoxsa məhbusların yerimə formasına görə? Buradakı canilər kameradan çıxarılanda başlarına qara torba keçirilir və bellərindən 90 dərəcə bükülərək yeridilir. Delfin duruşu deyilən bu üsul onların həbsxananın planını öyrənməsinə mane olur. İşıqlar isə kameralarda 24 saat boyu saniyəlik belə söndürülmür. Mühafizəçilər hər 15 dəfə bir kameranı yoxlayır. Tarix boyu bu həbsxanadan qaçmağı bacaran heç bir şəxs olmayıb. Divarlar polad piltələrlə gücləndirilib. Qaçış şansı sıfırdır. Tam izolyasiya və gələcəyə dair sıfır ümid. Çoxu bir neçə ilə ağlını itirir. Sizcə bu dəhşətli canlılar üçün belə bir rejim ədalətlidir, yoxsa bu insanlıqdan kənar bir cəzadır? Fikirlərinizi rəydə yazın. Hörmətli izləyicilər, Yekaterinburqda öldürülən 2 Azərbaycanlının qanlı dosyasını və bu işin pərdə arxasını elə indi Cinayət Dosyası YouTube kanalından izləyə bilərsiniz.